çatdırdı. Davam edək. Böyük qayıdış da davam edir əlbəttə ki. Bugün Ağdamın Xıdırlı, Xocalının Seyidbəyli kəndləri və Xocavəndin Hadrut qəsəbəsi növbəti sakinlərini qarşılayıb. Bu mərhələdə Xıdırlıya 64, Seyidbəyliyə 11, Hadruda isə 13 ailə qayıdıb. Bugün daha 11 ailə Xocalı rayonunun Seyidbəyli kəndinə qayıtdı. Xocalıya qayıdırıq. Bu günü biz gözləyirdik. Bugünkü günə şükür edirik ki, öz vətənimizə gedirik. Allah dövlətimizi qorusun. Dəmir yumruq hesabına biz qayıdırıq öz dəvdə-baba yurdumuza, torpağımıza. Doğma yurduna qayıdanlar Respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Neçə illərdir biz bu torpaqlara həsrət qalmışdıq. Əvvəllər mən Xocalını görmüşdüm. Heç belə gözəl, təravətli olmamışdı. Bugün adi havası insana gözəldir, can verir insana. Bu kateqoriyadan olan daha 64 ailə isə Ağdam rayonunun Xıdırlı kəndinə qayıdıb. Bugün həm də Xocavənd rayonunu Hadrut qəsəbəsinə qayıdanlar olub. 51 nəfərdən ibarət 13 ailəyə yeni mənzillərin açarları təqdim edilib. Elnur Tofiq, Gülşanə Mahmudova, Elvin İsfəndiyarov, Elnari Həsənova, ASTV xəbər.